وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله رب اشرح لي صدري ويسر لي أمري وأحلل عقدة من lisani yefqahu qavli. Əmmə bəd. İlk olaraq özümə və sizə Allahdan qorxmağı tövsiyə edirəm. Dərslərimiz davam eləyir. Bugünkü dərsimiz mələklərin yaradılışları və onların sayları haqqındadır. Allah Taala mələkləri nurdan xəlq edib. Necə ki, möminlərin anası Ayşə radiyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, mələklər nurdan, cinlər tüstüsüz oddan, Adəm isə sizə vəsf olunan şeydən xəlq olunmuşdur. Hədisi İmam Müslim rəvayət etmişdir. Allah Taala ilk olaraq nuru yaradır. Sonra isə də nurdan mələkləri yaradır. Necə ki, birinci torpağı yaradır, sonra isə torpaqdan da Adəmi yaradır. Hədisə fikir verdinizsə, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Adəm isə sizə vəsf olunan şeydən xəlq olunmuşdur. Bu da ki, Quran-ı Kərimdəki ayələrə işarədir. Çünki Allah Taala Adəm əleyhissalamın yaradılışını məhz Quran-ı Kərimdə zikr etmişdir. Bu ayələrin birində buyurur ki, وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرٌ مِنْ طِينٍ فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ. Buyurur ki, bir zaman sənin Rəbbin mələklərə belə dedi, mən palçıqdan bir insan yaradacağam. Palçıqdan bir insan yaradacağam, yəni Adəm əleyhissalama. Mən ona surət verib, öz ruhumdan üfürdüyüm zaman siz də ona səcdə eləyin. Sad surəsi 71 və 72-ci ayələrdir. Mələklərin nurdan yaradıldığını rahat deyə bilərik. Mələklərin nurdan yaradıldığını rahat deyə bilərik. Ancaq görürsən ki, bəzi alimlər Quran və sünnəyə arxayalanmayaraq rəylər irəli sürmüşdür. Ki, mələklər hansı nurdan xəlq edilib? Bəziləri deyir, izzət nurundan və s. belə rəylər var. Ancaq bunların heç birinin əsası yoxdur. Nə Quran-ı Kərimdə, nə də ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində. Alimlər bu fikirləri İsrailiyyətlərdən götürmüşlər. Yəni, İsrailiyyət də bizdən öncə, yəni Quran və sünnədən, yəni bizim Peyğəmbərimizdən öncə gələn xəbərlərdəndir. Onların da hökmü 3 cürədir. Birincisi, Quran və sünnəyə müvafiqdir və biz onları qəbul edirik. İkincisi, Quran və sünnəyə ziddir, biz onları inkar edirik. Üçüncüsü də ki, Quran nə təsdiq eləyir, nə də inkar eləyir, yəni müxalif bir şey yoxdur, onda danışırıq, ancaq susuruq. Yəni, nə inkar eləyirik, nə də onu təsdiq eləyirik. Mövqeyimiz İsrailiyyətlərə qarşı bu cürədir. Ancaq burada konkret olaraq Allah Subhanahu taala heç bir xəbər vermədiyi üçün ümumi şəkildə deyir ki, nurdan yaradılıb, məhz biz də qeyd eləyirik ki, mələklər nurdan yaradılıb, ancaq hansı nurdan yaradılması isə bizə heç bir adiyyəti yoxdur. Çünki Quran və sünnə bu barədə susub. Ona görə biz də məhz Quran və sünnənin xəbər verdiyi kimi deyirik ki, mələklər nurdan yaradılıb, qeybi məsələ olduğuna görə daha demirik ki, hansı nurdan yaradılıb, hansı nurdan yaradılmayıb. Ümumiyyətlə, Quran və sünnə insanların, cinlərin yaradılışı kimi mələklərin yaradılışı barədə çox danışmayıb. Yəni, onlar barədə qısa məlumat verib Allah Subhanahu taala. Və
bizim üçün qeybi məsələ olduğuna görə biz də nə danışılıbsa danışırıq, nə xəbər verilməyibsə susuruq. Başqa bir bəhsə keçirik. Mələklər nə zaman yaradılıb? Ümumiyyətlə, Quran və sünnə dəlalət eləyir ki, mələklər insanlardan qabaq yaradılıb. Mələklər insanlardan qabaq yaradılıb. Necə ki, Əbu Hüreyrənin rəvayət elədiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, çərşənbə günü Allah Taala nuru yaratdı. Hədis Müslimdədir. Çərşənbə günü Allah Taala nuru yaratdı. Çərşənbə günü yaradıbsa, Allah bilir, ola bilsin mələklər də onda çərşənbə günü yaradıb. Ancaq dəqiq bilmirik, yəni bu barədə məlumat geniş verilmədiyi üçün susuruq. Ancaq Adəm əleyhissalam da cümə günü yaradıldığına görə bu dəqiqdir ki, mələklər insanlardan qabaq xəlq edilmişdilər. Məhz bunun da təsdiqi Quran-ı Kərimdə var. Necə ki, Allah Taala artıq Adəm əleyhissalamı yaratmaq istədikdə mələklər bu barədə Allah Taala ilə danışırlar. Allah Taala buyurur ki: "Və iz qala rabbuka lil mələikəti inni ca'ilun fil ardı xəlifə. Qalu atec'alu fiha men yufsidu fiha və yasfikud-dimā və nahnu nusabbihu bihamdika və nuqaddisu lak. Qala inni a'lam ma la ta'lamun." Allah Taala buyurur ki, mən yer üzündə bir canişin bərqərar edəcəyim, yaradacağam. Mələklər onda deyir ki, sən yer üzündə fitnə fəsad törədəcək, qan törədəcək bir məxluqmu yaradacaqsan? Fikir verirsiniz, hələ Allah Taala yaratmamışdan qabaq artıq mələklərlə Allah Taalanın diyaloqu olub. Yəni, bu da dəlalət edir ki, Allah Taala o ittifaqdır ki, mələkləri insanlardan qabaq xəlq eləmişdir. Bu ayədən belə bir sual ortaya çıxır ki, mələklər hardan bildi ki, Allah Taala yer üzündə fitnə fəsad törədəcək, qan törədəcək bir məxluq yaradacaq, yəni insan yaradacaq? Hardan bildilər? Bu barədə iki rəy var. Birinci rəy odur ki, Allah Taala qabaqcadan onlara xəbər vermişdi ki, nə vaxtsa yaradacağam və sonra yaradanda bu sualı ona verdilər. İkinci rəy də odur ki, deyirlər ki, insanlardan qabaq yer üzündə məxluq olub, onlar fitnə fəsad törətdiyi üçün Allah Taala onları yer üzündən silib, sonra ona görə mələklərdir ki, onlara əsasən deyirlər ki, yenə də o cürə məxluq mu yaradacaqsan? Ancaq əksər alimlər birinci rəyi dəstəkləyirlər. Ümumilikdə, yəni ikinci rəyin heç bir əsası olmadığına görə, yenə də bu İsrailiyyətlərdən gəldiyinə görə bir o qədər güclü rəy sayılmır. Qeyd elədiyim kimi, Allah Taala nuru Müslimdəki hədisə əsasən çərşənbə günü yaradıb, mələklər də nurdan yaradıldığına görə bu açıq aydın dəlildir ki, çərşənbə günündən qabaq yaradılmayıb mələklər. Sonra yaradılıb. Ya həmin günü, ya da sonra, orasını da Allah Taala bilir. Bizə bu barədə dəqiq məlumat verilməyib. Yenə də deyirəm, qeybi məsələ olduğuna görə Quran və sünnə nəyi bizə bəyan eləyibsə, biz o şeyləri deyirik. Yox, nəyi bizə bəyan eləməyibsə, o şeylərdə susuruq və orada olan sərhəddi, aleykümselam, keçmirik. Sonra isə başqa bir məsələyə toxunmaq istəyirik. Bu da ki, iblisin mələklərdən olub olmamasıdır. Qeyd elədik ki, Allah Taala mələkləri nurdan xəlq eləyib. Cinləri isə oddan xəlq eləyib. Cinlərin də başçısı kimdir? İblisdir. Ancaq bəzi alimlər iblisin cinlərdən yox, mələklərdən olduğunu qeyd eləyiblər.
Ona görə də bu barədə alimlər arasında cüzi ixtilaf vardır. Hər iki rəyi deyən sələf alimləri olduğuna görə və hər iki rəyi deyən sələf alimləri Quran və sünnəyə arxalandıqlarına görə biz alimlərə hörmətlə yanaşırıq. Onların dediyi rəylərə hörmətlə yanaşırıq, ancaq haqqı qəbul edirik, xətanı isə xəta kimi qəbul edirik. O alimlər ki, ümumiyyətlə Əhl-i Sünnə vəl Cəmaənin əqidəsindəndir bu. O alimlər ki, hansısa bir rəy deyiblər və başqa alimlər də ona müxalif rəylər deyiblər və hər ikisi Quran və sünnəyə arxalanırsa, onlar arasında inciklikdən, küsürlükdən, qınanmaqdan söhbət gedə bilməz. Alimdilər, ictihad edirlər. Düz fətva verirlərsə, 2 savab qazanırlar. Səhv fətva verirlərsə, 1 savab qazanırlar. Ona görə bu günlərin biz kimisə hansısa alimin sözünü dəstəklədiyinə görə Quran və sünnəyə əsasən qınaya bilmərik. Onlara ad qoşa bilmərik. Hörmətlə yanaşmalıyıq. Bu məsələ də o cürə məsələlərdəndir. Alimlərdən bir qismi düzgün rəy veriblər, o biri qismi də ayələri düzgün başa düşmədiyinə görə səhv rəy veriblər. Biz o alimlərə hörmətlə yanaşırıq, ancaq onların dediyi rəyləri isə nədir? Qəbul eləmirik. Haqqı qəbul edirik. O alimlər ki, iblisin mələklərdən olduğunu qeyd ediblər, onlar indi zikr edəcəyim 3 ayə əsasən bu rəy deyiblər. Hətta onların içində məşhur təfsir alimi İmam Tabari da vardır. İmam Tabari 1-ci cilddə 502-508-ci səhifəsində bu barədə danışır ki, mələklər, iblis mələklərdəndir. Sadəcə olaraq Tabari qeyd edir ki, bu istisna oradadır ki, Allah Taala iblisi olsa da oddan xəlq edib. Gətirdiyi dəlillər də indi qeyd edəcəyim 3 ayədir. Birinci ayə budur ki, Allah Taala buyurdu ki: "Və laqad xalaqnakum thumma sawwarnakum thumma qulna lil malaikati isjudu li Adama fasajadu illa iblisa lam yakun minas sajidin." Araf surəsi 11-ci ayə. Allah Taala buyurur ki, sizi xəlq etdik. Sonra isə sizə surət verdik. Sonra da mələklərə Adəmə səcdə edin dedik. Ayə fikir verin. Mələklərə Adəmə səcdə edin dedik. İblisdən başqa hamısı səcdə elədi. O səcdə edənlərdən olmadı. Fikir verdiniz ayə. Allah Taala buyurur ki, Adəmə Allah Taala mələklərə nə deyir? Adəmə səcdə edin. Hamısı səcdə elədi, iblisdən başqa. O səcdə edənlərdən olmadı. Bu Araf surəsi 11-ci ayə idi. İkinci ayədə buyurur Allah Taala: "Fəsəcədəl mələikətu kulluhum əcməun illə iblis istəkbərə və kənə minəl kafirin." Buyurur ki, Sad surəsi 73-74-cü ayələrdə Allah Taala mələklərin hamısı birlikdə Allah Taala buyurur ki, mələklərin hamısı birlikdə Adəmə səcdə elədilər. Yalnız iblisdən başqa. O səcdə edənlərdən olmadı, kafirlərdən oldu. Fikir verirsiniz? Allah Taala buyurur ki, mələklərin hamısı birlikdə Adəmə səcdə elədilər, yalnız iblisdən başqa. O səcdə etməyərək kafirlərdən oldu. Sad surəsi 73-74-cü ayələr. Üçüncü ayə də budur. Hansı ki, o alimlər ki, deyirlər ki, mələklər, iblis mələklərdəndir. Gətirdikləri, arxalandıqları 3-cü ayə də budur. Kəf surəsinin 50-ci ayəsi. Allah Taala buyurur ki: "Və iz qulna lil mələikəti iscudu li Adəmə fəsəcədu illə iblisə kənə minəl cinni fəfəsəqə an əmri rabbi əfətəttəxizunehu və zurriyyətəhu əvliyəə min duni və hum ləkum adu bi'səli zaliminə bədələ." Allah Taala Kəf surəsinin 50-ci ayəsində buyurur ki,
Bir zaman biz mələklərə Allaha səcdə edin dedik. Mələklərə Allaha səcdə edin dedik. İblisdən başqa səcdə etdi hamısı. İblis cinlərdən idi. O Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda məni qoyub onu, yəni iblisi və onun nəslini özünüzə dost mu tutdunuz? Fikir verirsiniz. Ayənin əvvəlinə fikir verdiniz. Allah Taala buyurur ki, mələklərə səcdə edin. Hamısı səcdə edin. İblis cinlərdən olduğuna görə səcdə eləmədi. O Rəbbinin əmrinə boyun əymədi. Bu 3 ayə o alimlərin rəyinə görə dəlalət eləyir ki, mələklərdəndir iblis. Ancaq qeyd elədiyim kimi, indi qeyd eləyəcəyim ikinci rəy güclü rəydir. Və haqq da odur ki, iblis mələklərdən olmayıb. Buna da ki, bəndlərlə cavab verəcəyik. Birincisi, Allah Taala'nın Quran-ı Kərimdə iblisi mələklərlə yanaşı çəkməyinin səbəbindən danışacağıq. Hansı ki, fikir verdinizsə, Allah Taala deyir ki, 3 ayə fikir verdikdə deyir ki, Allah Taala deyir ki, hamısı səcdə elədi iblisdən başqa. İblisi neynir burada? İstisna eləyir. İblisi neynir? İstisna eləyir. Aydın da. Ümumiyyətlə, ərəb dilində bu cürə istisna munqati adlanır. O da nə deməkdir? İstisnadan sonra gələn isim istisnadan əvvəl qeyd olunanın cinsindən deyil. Məsələn, indi misal çəkim. Ərəbcə deyilir ki, məsələn, bizdə də elə belə deyilir, şagirdlərin hamısı gəlmişdi, müəllimdən başqa. Allah razı olsun. Şagirdlərin hamısı gəlmişdi, müəllimdən başqa. Müəllim şagirdlərdəndir? Yox. Həmin o alimlərin gətirdiyi bu 3 ayə bu cürədir. Yəni, Quran-ı Kərimdə ziddiyyət yoxdur. Aydındır. Buna da deyilir istisna munqatı. Yəni, istisnadan sonra zikr olunan isim, istisnadan əvvəl zikr olunan isimin cinsindən deyil. Məsələn, deyirsən ki, tələbələrin hamısı dərsə gəlmişdi müəllimdən başqa. Müəllim tələbələrin cinsindən deyil. Müəllim tələbə deyil. Bu cümlənin formasındandır. Həmin zikr olunan o 3 ayə ki, alimlər dəlil gətirdilər ki, iblis mələklərdəndir, bax bu növ ayələrdəndir. Çünki Quran-ı Kərimdə ziddiyyət yoxdur. Əgər Allahdan qeyrisi nazil eləsəydi bu Quran-ı Kərimi, birinci mümkün deyil, ikinci də nazil eləsəydi, onda ziddiyyətlər çox tapılardı. Ancaq Allahın kitabında ziddiyyət yoxdur. İkincisi, Allah Taala elə bu ayələrin birində, Kəhf surəsinin 50-ci ayəsində iblisin cinlərdən olduğunu açıq-aşkar qeyd eləyir. Kəhf surəsinin 50-ci ayəsində iblisin cinlərdən olduğunu açıq-aşkar qeyd eləyir. Buyurur ki, iblisdən başqa hamısı səcdə elədi. Deyir ki, iblis cinlərdən idi. Ona görə səcdə eləmədi. Orada da deyir ki, kənə minəl cinni fəsəqə ən əmri Rabbi. Fikir verdinizsə, fəsəqə ən əmri Rabbi deyir. Şinqiti rahiməhullah məşhur təfsir alimlərdəndir. 20-ci əsrdə yaşayıb. Ədval Bəyan kitabını yazıb. Təfsir kitabının adı Ədval Bəyandır. Demək olar ki, Quranla təfsir eləyən ən güclü kitab da məhz Ədval Bəyandır. Yəni, Quran ayələrini Quran ayələri ilə təfsir eləyir. Həmin
Şinqiti rahmehullah Ədvəl Bəyan kitabında bu Kəhf surəsinin 50-ci ayəsində buyurur ki, ayə fikir versəz görərsiniz ki, Allah Teala buyurur ki, fəsəqə an əmr rabbih deyir. Fəs orada hərfini işlədir. Ərəbcədə fə hərfi sözün əvvəlində gələrsə, o səbəbə dəlalət eləyir. İndi deyəcəm, daha aydın olsun. Yəni, Allah Teala orada fə işlətməsi səbəb var orada. İşlətməsinin səbəbi var. İndi qeyd eləyəcəm. Birinci misal çəkək ki, aydın olsun. Sonra isə ayə qaydarıq. Məsələn, ərəbcə deyilir ki, vəsəhə fə səcədə. Namazdan söhbət gedir. Xəta elədi. Fə sözü işlənilir. Sonra deyir, fə səcədə. Sonra səhv səcdəsi elədi. Səhv səcdəsi nəyə görə elədi? Xəta elədiyinə görə. Ona görə fə səbəbi bildirir ki, səcdə eləməyinin səbəbi xəta eləməsidir. Məsələn, Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَالسَّارِقُ وَالسَّارِقَةُ فَقْتَوْا əydiyəhumə وَالسَّارِقُ وَالسَّارِقَةُ فَقْتَوْا əydiyəhumə Oğru, kişi və qadının nə deyir? فَقْتَوْا əydiyəhumə Fəqtav deyir. Fə, gördünüz, yenə gəldi. Əllərini kəsin. Oğru, kişi və qadının əllərinin kəsilməyinin səbəbi nədir? Səbəbi. Fə gəldi. Səbəbi fə, oğurluq eləmələridir. Aydın oldu. Allah Teala da bu ayədə fikir verdisə, buyurur ki, fəfəsəqə an əmri Rabbi. Deyir ki, o deyir, əmrinin, Rəbbinin deyir ki, kənə minəl cinni fəfəsəqə an əmri Rabbi. Deyir ki, cinlərdən idi, ona görə də Rəbbinin əmrinə asi oldu. Yəni, asi olmağının səbəbi nə olur? Mələklərdən olmaması olur, cinlərdən olması olur. Yəni, bu ayənin özündə qrammatik baxımından elə dəlil var ki, iblis mələklərdən deyildi, cinlərdən idi. Aydındır. Üçüncüsü, iblis mələklərdən olsaydı, Allaha səcdə eləyərdi. Çünki Allah Teala mələklər barədə Quran-ı Kərimdə nə buyurur? Bir, lə yə'sunallaha mə əmərəhum və yəf'alunə mə yu'mərun. Onlar Allahın əmrinə asi olmurlar və onun buyurduqlarını yerinə yetirirlər. Mələklər heç vaxt Allahın əmrinə asi olmurlar. Bu da Təhrim surəsinin 6-cı ayəsindədir. Mələklər heç vaxt Allahın əmrinə asi olmurlar. Əgər iblis mələklərdən olsaydı, onda Allahın əmrinə asi olmazdı. Dördüncü, Allah Teala xəbər verir ki, iblisin zürriyyəti, nəsli, övladları var. Ancaq mələklərin isə nə zürriyyəti var, nə nəsli var, nə övladları var. Tamamilə fərqli məxluqlardır. Allah Teala elə Kəhf surəsinin 50-ci ayəsində buyurur ki, əfətəttəxidunəhu və zürriyyətəhu əvliyyə min duni və hum ləkum adu. Buyurur ki, onlar sizin düşməniniz olduğu halda siz məni qoyub, onu və onun nəslini özünə dost mu tutdunuz? Fikir verdiniz? Onu və onun nəslini özünüzə dost mu tutdunuz? Ancaq mələklərin isə nədir? Zürriyyəti yoxdur, nəsilləri yoxdur. Bu, dəlalət eləyir ki, iblis mələklərdən deyildi. Ona görə Həsən el-Basri rahmehullah buyurur ki, iblis və onun zürriyyətinin Adəm övladı kimi övladları olur. Necə ki, Təfsir-ü Tabaridə Həsən el-Basri rahmehullah buyurur. Beşincisi, mələklər nurdan yaradılıb. Ancaq iblis isə nədən yaradılıb? Oddan. Yəni, bunların yaradılma maddəsi belə nədir? Fərqlidir. Necə ki, bayaqları Peyğəmbər sallallahu aleyhi və sələm hədisini zikr elədik ki, Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, mələklər nurdan, iblis tüstüsüz oddan,
Adəm isə sizə vəsf olunan şeydən xəlq olunmuşdur. Allah Taala sizin dili ilə dediyi sözü Quran-ı Kərimdə bizə çatdırıb. Buyurur ki, qalə mə mənəəkə əllə təscütə iz əmərtuk. Qalə ənə xeyrun minhu xaləqtəni min nərin və xaləqtəhu min tin. Allah Taala buyurdu ki, mən sənə əmr etdikdə səcdə eləməyə nə mani oldu? İblis buyurur ki, mən ondan daha üstünəm, daha xeyirliyəm. Sən məni oddan, onu isə palçıqdan xəlq elədin. Əraf surəsi 12-ci ayəsi. Fikir versiniz? Yaranma maddəsi belə fərqlidir. Allah Taala mələkləri nurdan, iblisin dili ilə deyir ki, nədən yaradılıb? Oddan xəlq olunublar onlar. Bunların yaranma maddəsi belə fərqlidir. Fikir verdinizsə, ayə iblis burada qiyas eləyir. Deyir ki, sən məni oddan yaratdın, onu isə, yəni Adəmi isə palçıqdan yaratdın. Qiyas eləyir ki, od palçıqdan üstündür. Ona görə ilk dəfə batil, xəta, səhv qiyas eləyən kim olub? İblis oldu. Aydındır. 6-cı, İblisin qoşunları var. Ancaq mələklərdə isə fərqlidir. Onlar özləri Allahın nə idi? Qoşunlarıdır. Özləri isə nədir? Allahın qoşunlarıdır. Allah Taala bu barədə bizə xəbər verir. Buyurur ki, və burrizatil cahimu lil gavin və qilə ləhum əynəmə kuntum ta'budun min dunillahi həl yansurunakum o yantasirun fəkubkubu fiyhə humul gavun və cunudu iblisi əcmaun. Və cunudu iblisə əcmaun. Buyurur ki, cəhənnəm də azğınlara göstərildi. Cəhənnəm azğınlara göstərildi. Onlar dedilər, hanı sizin sitayiş etdikləriniz, Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə köməkləri dəyə bilərmi? Onlar azğınlarla birlikdə cəhənnəmə atılarlar. Fikir verin indi. Buyurur ki, iblisin bütün əskərləri də cəhənnəmə atılacaqdır. İblisin bütün əskərləri də. Şuara surəsi 91-95-ci ayə. Bu ayələr dəlildir ki, iblisin nəyi var? Qoşunu vardır. Ancaq mələklərdə isə nədir? Tərsinədir. Mələklər özləri Allahın qoşunlarıdır. Yəni, mələklərin nədən xəlq olunmasını bildik və yaradılması barədə də danışdıq. Həmçinin qeyd elədik ki, iblis düzgün rəyə görə mələklərdən deyil. İndi isə başqa bir məsələyə toxunmaq istəyirəm. O da ki, mələklərin sayları barədədir. Mələklərin sayları barədədir. Quran və sünnə dəlalət edir ki, mələklərin saylarını Allahdan başqa heç kəs bilmir. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُ. Buyurur ki, sənin Rəbbinin qoşunlarını yalnız özü bilir. Sənin Rəbbinin qoşunları barədə yalnız özü bilir. Müddəssir surəsi 31-ci ayə. İsra və Meyracın hədisində Peyğəmbər sallallahu aleyhi və səlləmi Cəbrail əleyhissalam apardıqda Peyğəmbər sallallahu buyurur ki, mənə Beytül Məmuru göstərdilər. Beytül Məmur da Kəbənin üstündə olan evdir. Mələklər də, insanlar necə Kəbəni tavaf eləyirlərsə, onlar da Beytül Məmuru tavaf eləyirlər. Peyğəmbər sallallahu buyurur ki, mən Cibril əleyhissalamdan soruşdum ki, bu nədir? Cibril əleyhissalam mənə buyurdu ki, bu Beytül Məmurdur. Hər gün onun içinə, yəni Beytül Məmura 70.000 mələk girir, namaz qılır və oradan çıxır və bir daha oraya qayıtmırlar. Hədisi Buxari və Müslim rivayət edib. Beytül Məmura hər gün 70.000 mələk girir və həmin mələklər ikinci dəfə Beytül Məmura gəlmirlər. Hər gün 70.000 yeni mələk, 70.000 yeni mələk, 70.000 yeni mələk. Görün nə qədərdir, hara vurur. Dünya yaranan gündən
70 min mələk dayanmadan hər gün yeni 70 min mələk Beytül-Məmura gəlir. Ona görə onların sayı barədə Allah Taala'dan barədə heç kəs bilmir. Abdullah İbn Məsud radiyallahu anh rivayet edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, o gün, yəni qiyamət günü cəhənnəm gətiriləcəkdir. Onun 70 min tutacağı olacaqdır. 70 min cəhənnəmin tutacağı olacaqdır. Və hər tutacaqdan da 70 min mələk çəkib gətirəcəkdir. Təsəvvür eləyin, cəhənnəm qiyamət günü gətiriləcək. Cəhənnəm qiyamət günü gətiriləcək və cəhənnəmin 70 min tutacağı olacaq. Hər tutacaqdan da, hər bir tutacaqdan 70 min mələk tutub gətirəcəkdir. Yəni təkcə qiyamət günü cəhənnəmi gətirəcək mələklərin sayı 4 milyard 900 mindir. Təkcə cəhənnəmi gətirəcək mələklərin sayı 4 milyard 900 mindir. Başqa bir hədisdə, Şeyx Albaninin səhih gördüyü hədisdə, Peyğəmbər s.ə.v-in hədisidir, buyurur ki, səmada, 7 qət səmada, deyir, 4 qarış məsafə qədər yer yoxdur, orada mələklər ya səcdədə olmasın, ya rükuda olmasın, ya da ki, qiyamda olmasın. Hələ bütün bu gördüklərimiz, bildiklərimiz bizə məlum olan ancaq birinci səmadır. Birinci səma. İnsanlar ikinci səma heç, yəni yaxınlaşa bilmirlər, ha. Yəni heç birinci səmanı elə mümkün deyil fəth eləsinlər. Hər səmada 4 qarış, 4 barmaq qarış yer yoxdur. Ya mələklər səcdə, ya rükuda, ya qiyamda olmasın. Görün mələklərin sayı nə qədərdir. Ona görə onların sayını Allah Taala'dan başqa heç kəs bilmir. Allah Taala Məryəm surəsinin 94-95-ci ayəsində buyurur ki: "Laqad ahsahum və addahum adda və kulluhum atihi yawmal qiyamati farda." Buyurur ki, onların hər biri qiyamət günü huzurumuza gətiriləcəkdir. Allah Taala onların hər birini tək-tək saymışdır. Yəni tək buna ümumi ayədir, mələklər daxildir, qeyri-mələklərdir. Yəni ki, Allah Taala bilir mələklərin sayını. Ondan başqa heç kəs mələklərin sayı barədə məlumat ala bilməz. Yəni məlumatı yoxdur. Dərsimiz burada bitir. Allah Subhanahu taala'dan istəyirəm ki, bizi eşidib faydalananlardan etsin. Sallallahu Muhammedin və alə alihi və səhbihi ecmaîn.